Dövlət Turizm Agentliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Daşkil palçıq vulkanlarının ətrafında ekoloji aksiya keçirilib və ərazi tullantılardan təmizlənib. Turistlərin Daşkil palçıq vulkanından düzgün istifadə etməmələri vulkanların ümumi quruluşuna ciddi zərər yetirib. Eyni zamanda onların təhlükəsizliyi üçün də risk yaranıb. Bu səbəbdən Dövlət Turizm Agentliyi tərəfindən Daşkil palçıq vulkanları orada vulkanların özünü bərpa prosesi bitənə qədər və orada turistlərin səfərlərinin daha uyğun formada edilməsinə qədər müvəqqəti olaraq turistlərin istifadəsini girişi orada dayandırılmışdır. Bugündən etibarən Palçıq vulkanları turizm kompleksi ötən ilin iyun ayında istifadəyə verilib. Bura paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkandır. Unikal təbiət hadisəsi kimi diqqət çəkən palçıq vulkanları ilə tanış olmaq üçün kompleks daxilində hərtərəfli şərait yaradılıb. 2025-ci ilin 3 ayında Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlara 150 mindən çox turist bilet alaraq səyahət etmişdir. Bu turistlərin hardasa 77%-i xaricilərdir və biz ilk 3 ayı ötən illə müqayisə etdikdə, ötən ilin 3 ayına müqayisə etdikdə xarici turistlərin, ümumi turistlərin sayında yenidən biz 70% artımı görürük. Məktəblilər, əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri, 12 yaşınadək xarici turistlər kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdilər. Kompleksdə ölkə ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilən gözəl və nadir qiymətli daşları, kristalları və geoloji nümunələri görə bilərlər. Kompleksdəki emalatxanada duluzçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klasslar təşkil edilir. Eksponatların zənginliyi ilə böyük maraq doğuran təbiət tarixi sərgi zalında isə Azərbaycan və dünya faunasına aid olan 100-ə yaxın heyvan skeleti, 900-ə qədər müxtəlif növ qurudulmuş həşərat və formalin məhlulunda nümayiş etdirilən canlılar, bir sıra sürünən və suda qurda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Bu gördüyünüz çox məşhur, Azərbaycana məxsus olan Binəqədi kərgədanıdır. Dünyanın 4 deməli, qır gölündən biri məhz Binəqədidə yerləşir və Binəqədi kərgədanı artıq vid kimi məşhurdur. Rusiyadan gələn turistlər əlbəttə Berberov şirinə daha maraq göstərirlər. Azərbaycan palçıq vulkanlarının geniş yayıldığı ölkə kimi tanınır. Dünyada mövcud olan palçıq vulkanlarının 350-dən çoxu Azərbaycanda yerləşir və onlar ölkəmizin müxtəlif bölgələrinə paylanıb. Palçıq vulkanları turizm kompleksi onlardan bir qrupu Qılınc palçıq vulkanı ilə tanışlıq imkanı yaradır.